Salam balalar, hər vaxtınız xeyir olsun. Ümid edirəm ki, hər biriniz yaxşısınız. Deməli, bu günləri çox gözəl enerji ilə istədim ki, video çəkim. Yəni dərsim təzə bitdiyinə görə yəqin ki, sabah paylaşacağam, amma editsiz formada video çəkməyə davam. Belə baxıram ki, editsiz video çəkəndə daha çox baxış olur ya da şagirdlərin dərs izahından daha çox bu tipdə videolara ehtiyacı var deyə düşünürəm. Çünki izahlar çoxdur, maşallah, gözəl ingilis dili müəllimlərimiz də var. Amma ki, düzgün istiqamətdə nəyi necə etməliyik, bu haqda paylaşımlar çox da görmürəm. Düşündüm ki, mən öz həyat təcrübəmə və 10 illik demək olar ki, şagirdlərlə belə deyim, onlarla yanaşmağıma əsasən. Nəsə bilirsiniz də, müəlliməmizdə artıq söz bazası hamısı uçub gedib. Yəni, fikrimə inanıram ki, sizə çatdırıram. Çünki nə qədər şagirdin buna ehtiyacı olduğunu gördüm. Ona görə dedim ki, yenə bu tipdə video çəkməyə davam edəcəm inşallah və sabahları da model testləri neçə vaxtı çəkməyə çalışıram, amma vaxtım olmadığına görə üzürlü sayın. Onu da sabahları çəkib paylaşacağım ki, imtahana qədər bütün balalar hamısı ona baxıb, belə deyim, bildiklərini təkrar eləsin. Bəli, mən artıq bugün neçənci gündür? 5-ci gün, artıq 2 günümüz qalıb. Bu 2 gündə, belə deyim, buraxılış imtahanına hazırlaşan şagirdlərə aiddir ki, artıq çox özümüzü yormamalıyıq, yuxu rejimimizə diqqət edirik. İkinci olaraq, bütün mövzuları qəti şəkildə təkrarlamırsınız, yəni bildiyinizi də qarışdıracaqsınız. Yüngül təkrarlar eləyə bilərsiniz. Mən təxmini həm nələr eləməliyik o haqda yenə danışacağım və plus hansı mövzulardan imtahana düşə bilər, nəyi düşünürəm ki, düşə bilər, o haqda istədim ki, sizlə bu haqda bir video çəkim. Qısa bir video inşallah qısa olacağına inanıram, 10 dəqiqəni keçməz. Belə, ilk olaraq onu deyirəm ki, əsas məsələ biz dinləmə cəhətdən həyəcanlanmamalıyıq. Lap dinləməni dinlədik və yaxud da dinləyə bilmədik həyəcanla. Dinləmədə nə oldu, qutardı, getdi. Yəni, dinləmədə artıq takılıb qalmırıq, davam edirik dinləmədən sonra qrammatikaya və mətnə. Əsas məsələ, xahiş edirəm sizdən, riyaziyyatla imtahanda başlamırsınız. Ya Azərbaycan dili, ya ingilis dili, bunların üzərində çalışırıq. Əsas da, tutaq ki, Azərbaycan dilində ola bilər ki, mətnlər çətin olsun. Misal üçün deyirəm də, inşallah olmaz. Amma ingilis dilində bilirsiniz ki, çox da çətin olmur. Yəni, dinləməsi də, mətni də çox çətin olmur. Mən elə fikirləşirəm ki, model testlərdən də belə bir nəticəyə gəldim ki, dinləməsi rahat idi, normal idi. Hələ model testi də, mətn də çətin deyildi. Sadəcə bəzi şagirdlər deyir çətin idi, amma cavabları tapmaq olur rahat şəkildə və söz səviyyəsi də çox çətin deyildi. Amma qrammatikadan artıq görürəm ki, keçən ilə nisbətən model tipli testlərdə çətinlik görürəm və axırıncı OTK imtahanı da öz sözünü dedi. 2 dənə tam mənlik bir sual düşmüşdü və sağ olsun əksər şagirdlərim də onu səhv eləmişdi. Düz yazanlar da var idi, amma 2 sualın birində ən azından çaşan şagirdlər olmuşdu. Halbuki orada çaşılacaq heç bir səhv yox idi və elə müəllimlər var deyir ki, bu suallar MİQ imtahanına düşən sual tipidir, amma mən elə düşünmürəm. Yəni, tam da proqrama uyğun suallar idi. Sadəcə şagirdlər öyrəşiblər ki, səthi, yəni də rahat, üstdən bir suallar olsun, rahat olsun. Hər tərəfli şagirdlərimə bu tipdə testlər işlətdiyimə görə inanıram ki, imtahana düşsə də onlar tam nəticəni əldə edəcəklər. Lap tutaq ki, bilmədiyimiz sual oldu. Yəni, üzərində çox qalmırsınız. Çünki biz burada zamanla yarışırıq. İstər riyaziyyata aiddir bu, istər Azərbaycan dilinə aiddir, istərsə də ingilis dilinə aiddir. Keçin növbəti suala. Əsas məsələ tam əmin olmadıqca variant dəyişmir uşaqlar. Buna fikir verdik. Sonra imtahanda, bax özümdən yenə deyirəm, çıxardıram o nəticəni. 39 balım olacağı halda son 5 dəqiqədə mən 4 ya da 5 tarix sualını dəyişmişəm və balımı 589 bala salmışam. Düzdür, 589 da pis bal deyil, amma əziyyətimə görə təbii ki, aşağı bal idi. Hətta 639 bal belə mənim əziyyətimə çəkdiyim əziyyətə görə bal deyildi. Xeyirlisi deyə, yəni belə oldu ki, mən gəldim müəllim oldum, bəlkə başqa sahələrə yazacaqdım, başqa ixtisaslara yönələcəkdim. Hər işdə bir xeyir var deyib keçirəm. İndi keçirəm, amma əvvəl çox elə demirdim. Siz əsas nəyə fokuslanırsınız, onu deyim. Əsas fokuslanacağınız məsələ bildiyini yaz, bilmədiyini ən axırda tutaq ki, atarsan cavabsız bir sualımız qalmasın. Amma tam əmin olmadığın halda sualda variantlarımızı dəyişmirik. Yaxşı, bu bizim özümüzə verəcəyimiz bir söz olsun. Birinci sözümüz riyaziyyatdan başlamırıq. Amma elə şagirdlər var, mexanikidir, yaxşıdır.
Sonra ürəyi dözmür də birinci riyaziyyat yazmaq istəyir. Ona sözümü deyə bilmərəm. Amma ən azından çox vaxt aparan suallarda qalmasınlar. Çünki nəzərə alın ki, digər fənlərdə də düzgün şəkildə biz onlara da vaxt ayırmağı bacarmalıyıq. Əsas məsələ şərtləri oxuyun, qaça-qaça getmirsiniz, qaça-qaça esseni yazmırsınız. Yəni o qədər şagirdlərim var ki, o qədər gözəl esse, hətta IELTS-i də var. Allahın beautiful sözündə çaşır, tələsir deyə. Hara tələsirsiniz? Diqqətli yazın. Yazandan sonra esseni yoxlayın. Linking wordslərin istifadəsi önəmlidir. Bu haqda esse ilə bağlı playlistimdə var. Baxın zəhmət olmasa. Çox istəyərdim yenidən bir esse yazıb bu haqda video paylaşım. Həqiqətən dərslərin çoxluğundan vaxt eləyə bilmirəm. Sabahda işlərimi elə təxirə salmışam ki, heç olmaya modal fail deyirəm. Model testlərinin izahına vaxtım qalsın. İndi çox uzatmadan keçirik nəyə? İmtahana nələr düşə bilər? Gəlin ona keçid edək və burada mən toplumda açıq saxlamışam ki, sırayla keçək bütün mövzu. Uşaqların mövzusundan inanmıram quruluşça növlərə aid bir sual düşsün, bəlkə məzunlara düşər. Mən düşünürəm ki, yiyəlik hal düşəcək. Yiyəlik halında təbii ki, qaydalarını əzbər bilirik, qaydalarına fikir verin. Sadəcə OTK-da nəyi bəyəndim? Təkcə yiyəlik hal yox, təyin əvəzliklərlə bir yerdə qarışdırırlar. Yəni, elə sual ola bilər ki, həm əvəzlik, həm nə bilim article, həm possessive case, bunların hamısı qarışıq olsun. Ona görə bircə incəliyirik. Yəni, bir sən sözləri analiz edirsən. Cümləndə nələr yazılıb, cümləndə nələr danışılıb. Cümləndəki mübtəda ilə xəbərin uzlaşmasına fikir verirsən. Buna xüsusilə diqqət elədik. Cəm isimlərə aid inanmıram düşsün. Növbəti isə təbii ki, artikel olmazsa olmazımızdır. Artikeldan inanmıram çətin sual düşsün. Siz zəhmət olmasa fikir verin. Biz öyrənmişdik, indi qısa bir özət keçəcəm. Sayılan isimlə, sayılan tək isim mütləq şəkildə artikeldan işlənməlidir. Ora boşluq yazmırıq. Sayılmayan isimlər və belə deyim, cəm isimlərlə 80% hallarda artikel işlənmir. Xüsusi kontekstdə olanda, bildiyin sənə müəyyən olan bir şey olduğu halda və artikel işlədə bilərik. Sonra fikir verirsiniz, sifət üstəgəl isim olsa və ismimiz sayılan tək olsa, mütləq şəkildə biz burada yenə 90% hallarda en artikel yazırıq. Buna da diqqət edirik. Növbəti hissədə nə düşə bilər? Pronounlardan ya yiyəlik əvəzliyi falan düşər. Yiyəlik, aslı yiyəlik, müstəqil yiyəlik əvəzliyi ki, bu asandır. Mən düşünürəm ki, bundansa təyin əvəzlik düşsün. Təyin əvəzliklərdə biraz çaşdıra bilər bizi. Dəqiq saydan söhbət gedirsə, misal üçün the təkdə, the others cəmdə olur, o hissələrə baxın. Sonra düşünürəm ki, nə ola bilər? Neither düşə bilər, none düşə bilər. Misal üçün iki əşyadan söhbət gedirsə, sən both yazacaqsan, all yazmayacaqsan. Neither iki əşyadan heç biridir, neither yazacaqsan, none yazmayacaqsan. Çünki none-la all nəyə aiddir? Azı 3 şəxs və ondan artığına aiddir və yaxud da 3 əşyaya. Söhbət 2 əşyadan gedirsə, biz burada işlədirik. Both and neither işlədirik. Yaxşı, xəbərimiz cəmdirsə, both-u təkdədirsə, neither işlədəcəyik. Yəni, inanıram ki, buradan düşür. İnanmıram törəmə falan düşdüm. Törəmə çox rahatdır. Bir də mütləq şəkildə inkarlıq bildirən sözlərə fikir verin. Mütləq bir yerdən vuracaq. Ya soğuday, nəzəduayda düşər. Ya passive voice olan cümləni inkarda verər. Mütləq ki, mənə elə gəlir inkardan vuracaq. Ona diqqət edirsiniz. Nə edəcəksiniz? Nə olacaq? Never olacaq? Barely, scarcely, sonra hardly. Bu sözlər inkarlıq bildirir. Ona fikir verin. Buna fikir verdiniz. Sonra have məsələlərinə fikir verin. Have hansı halda, belə deyim, köməkçi feil ola bilir, hansı halda ancaq əsas feil ola bilir. Biz bunu onsuz həmişə şagirdlərimi artıq əzbərlətmişəm. Have, has, haddən sonra got gələrsə və participle to, yəni bitmiş zaman olduğunu sən analiz edirsənsə, yəni feil gələrsə yanında. Onda biz nə edirik? Onda have, has, hadin özünü axtarırıq. Amma qalan digər hallarda biz do, does, diddən istifadə edəcəyik. Bu mütləq şəkildə düşəcək hissədir. Ya sual cümləsində düşər, ya so-day, neither do-ayda düşər. Həmçinin mən indi ürəyimə damıb düşməyib, amma elə bilirəm ki, bir dəfə need-dən sual düşə bilər. Need əsas feil kimi necədir bilirik, modal feil kimi necədir bilirik. Buna da diqqət edək. Modal feil kimi sualın inkarı özü ilə düzəlir, ancaq indiki zamanla uzlaşır. Yəni buna fikir verin. Need-i keçmişdə gördün, need-in inkarını don't, doesn't, didn't kimi gördün, bu yanlışdır. Yaxşı. Yəni bu yanlışdır necə? Modal feil kimi yanlışdır. Ola bilər ki, düşsün, amma yəni əsas feil kimi düşəcək. Şərt də versə ki bizə modal feil olan
variantı seç, sən o variantlar çıxacaqsan. Yəni keçmişdə olduğunu görsən, özündən sonra to ismi gəldiyini görsən, çıxacaqsan. Quantifiers-dan çox da inanmıram düşət. Quantifiers onsuz çətin bir şey yoxdur, əzbərçilikdir. Bir dənə incə nüans odur ki, cümlədə when görürsənsə, müqayisə dərəcəsində olacaq quantifierslər deyəcəksən. Fewer var, sonra less var, sonra more var. İndi sayılan sayılmayan olmağına diqqət eləyərsiniz. Belə. Bir də necə sözlər var? Misal üçün elə sözlər var ki, isimsiz işlənmir. Ona xüsusi fikir verin. Misal üçün quantifierslarla miqdar zərflərində ortaq olan sözlər var. Misal üçün muchdır, little'dır, a little'dır. Bunlar həm zərfdirlər, həm miqdar zərfidirlər. Yəni isimsiz də işlənə bilərlər. Buna da diqqət edirik. Ondan sonra fikir verin ki, bəzi əvəzliklərimiz isimsiz də işlənə bilər. Misal üçün the other isimsiz işlənən xəbər təkdə olar. Misal üçün amma each isimsiz işlənmir. Buna fikir verin. Mütləq ki, onda şəxs olmalıdır. İçdən sonra nəsə bir şey gəlməlidir. Həmçinin every isimsiz işlənmir. Otherlər ailəsindən the other isimsiz işlənər. Xəbər tək olmaq şərti ilə. Sonra all misal üçün isimsiz işlənə bilər. Canlıya aiddirsə xəbər cəm, cansız aiddirsə xəbər tək. Amma misal üçün most'u çox görməmişəm. Most'dan sonra çox vaxt isim gəlir. Sadəcə most'a nəyə fikir verirsiniz? Most'dan sonra isim gələrsə çox vaxt onsuz gözümüz çox öyrəşib. Most people görsən, əksər mənasında artikeldən işlənmir. Ona fikir verəcəksən. Bunu şagirdlərlə təkrarlamışam deyə artıq əzbərə dönüb də, yəni nələr düşə bilər onları hiss edirəm deyə. Sonra nəyə baxırsınız? İçazə və enazə belə şeylər düşməyəcək. Hə. Sifət zərfdən mən elə bilirəm ki, sifət tək düşməyəcək. Zərflə bir yerdə qarışıq bir şeylər düşəcək. Etməli olduğunuz nələrdir? Zərflərdə fikir verin. Ümumiyyətlə feil gördüksə, feilin yanında zərf işlənir feildən sonra. Bilirik ki, zərf feilə aid olur. Sadəcə hansı feillərdən sonra sifət gəlir, onu əzbərləyirsiniz. Be, become, sound, look, feel və s. və ilə axır çoxdur. Sonra smell, taste. Amma smell, taste mübtədamız cansıza aiddirsə, mübtədamız cansızdırsa sifət gəlir. Canlıdırsa zərf gəlir. Buna xüsusi diqqət. Sonra elva ilə bitən sifətlərə diqqət. Sonra misal üçün hardly, sonra highly sözləri var. Bəzi 4-5 dənə söz var zərflərdə. Bunlar dərəcələnmirlər, ona diqqət edirik. Hardly ilə hard zərfdir, amma hardly feildən əvvəl işlənir. Hard feildən sonra işlənir. Bu hissədən vura bilər, misal üçün düşə bilər, ona diqqət. Sifət və zərf kimi eyni olan sözlərimiz var. Fast var, long var, low var. Çoxdur sözlər. Little var, little, sonra much var. Bunlara xüsusi diqqət. Həm sifət kimi eynidir, həm zərf kimi eynidir. Fast sözü çox düşür, fast ola bilər. Buna diqqət edirik. Dərəcələnərkən də elva şəkilçisi ilə yox, mormosla yox, s şəkilçisi ilə düzəlir. Ki, vaxtım olmadı, əslində adverbin izahında çəkəcəkdim. İnşallah növbəti həftə indi ikinci hissəyə düşən, yəni də ikinci, nəysə bildinizdə martın 15-də imtahan verən şagirdlər baxa bilərlər. Bəlkə alınsa sabah çəkdim, paylaşdım inşallah. Növbəti, bir də nəyə fikir verirsiniz? D artiklı sifətdə ancaq üstünlük dərəcəsində işlənir deyə bir şey yoxdur. Adi dərəcədə də D artiklı ola bilər, buradan da çaşdıra bilər. Və ismimiz sayılan təkdirsə, bu bir dəfə imtahana düşüb. Sayılan tək isimlə əgər sifət işlənirsə, adi və müqayisə dərəcəsində E artiklı olmalıdır. Buna xüsusi diqqət. Sonra ingilislər təkrarı xoşlamır, şagirdlərə demişəm. Misal üçün, daha maraqlı və gözəl bir şey deyirəm. Gözəl qız, nə bilim, kitab olsun. A more interesting and beautiful book deyəcəksən. Yəni more sözünü 2 dəfə təkrarlamayacaqsan. Çünki and var deyə more-da hər ikisini əvəz eləyir. Həmçinin the article da elədir. Üstünlük dərəcəsində işlətsəm, hər iki tərəfdə the article-ını yazmıram. Bəlkə buradan da düşə bilər deyə düşünürəm. Buna da xüsusi diqqət. Sonra nələr düşə bilər? Yəqin ki, feilimiz olacaq zamanlarda. If conditional yeni mövzudur. Bəlkə oradan düşdü, ona fikir verin. If-dən sonra zaman uzlaşması necə idi? If birinci, indiki zaman, həm özündən əvvəl, həm sonra indiki zamandan uzlaşır. Bu haqda izahım var, test izahım da var, baxa bilərsiniz. Bildiyimiz fakt olanda, ya if-dən sonra birbaşa indiki zaman, digər tərəf gələcək zaman ola bilər. Ya if-dən sonra keçmiş sadə zaman gələ bilər. Would-la uzlaşar, would sadə feillə uzlaşar. Ya keçmiş bitmiş gələr if-dən sonra və digər tərəfdə would have-lə uzlaşar. Would have participle to ilə uzlaşar. Yaxşı, buna da xüsusi diqqət edirik. Yadda saxla, if-dən sonra heç vaxt shall, will,
should, would, conditional da gəlməyəcək. Yəni qarışdırmırsınız. Belə. Sonra so da, neither do I da fikir verək. Xüsusilə but olan cümləmizdə təzaddır. Verilmiş cümlənin inkardırsa, but olan cümlən nədir? Təsdiqdir. Buna xüsusi diqqət edirsən. Sonra either olan cümlə, verilmiş cümlə gərək inkar olsun və either'ın işləndiyi cümlədə inkar olmalıdır və either'ın yeri hardadır? Cümlənin sonunda. Cümlən düz olar, amma either'ını əvvəldə verər. Yanlışdır. Və neither olan cümlədə də, neither də verilmiş cümlənin inkar olmalıdır. Neither olan cümlə inkarlıq bildirdiyinə görə ikinci inkar olmaz. Neither olmasa onun sinonim olaraq noru da işlədə bilərik. Buna da xüsusi diqqət. Yenə həvli məsələlərdən burada da vura bilər. Ona da diqqət edirik. Zamanlardan düşünmürəm çox çətin bir şey düşsün. Yəni şagirdlərdən nəyə bir gün soruşmuşam. Misal üçün since then olanda indiki bitmiş olur. Since-dən sonra past simple, əvvəl bütün bitmişlər olar, uzlaşma pozula bilər. Ümumiyyətlə bu məntiqiyyatda saxlayın ki, əksər bağlayıcılardan sonra, yəni uzlaşdırırıq necə? Çox vaxt sadə zaman gəlir. Bir dənə afterdən sonra bitmişmə zaman məsələsində afterdən sonra bitmiş gəlir, əvvəl keçmiş zaman gəlir. Amma digərlərinin əksəriyyətində ya sadə indiki gələcək, ya sadə keçmiş gələcək. Yaxşı, yəni digər zamanlar gəlməyəcək. Və ümumiyyətlə bitmiş zaman əksər bağlayıcılarla uzlaşmır. Bitmiş zaman cümlədə for olanda, since olanda uzlaşır. Bir də when, by the time belə bir bağlayıcılarla uzlaşa bilər. Digər hallarda çox da bitmiş zaman, hələ ki indiki bitmiş zaman ümumiyyətlə digər zamanlarla uzlaşmayacaq. Hətta biz bilirik ki, indiki zaman gələcəklə uzlaşır. Amma indiki bitmiş zaman heç gələcək zamanla belə uzlaşmır. Xüsusilə diqqət edin, davam edici zamanda işlənə bilməyən stative verbslər var. Onları əzbərləyirsiniz, nəzərinizdən keçirirsiniz. Sonra sırayla gedirik. Nələr düşə bilər? Nələr düşə bilər? Misal üçün bir dəfə 9-ların buraxılışına düşmüşdü. Heç 11-ə elə sual düşməmişdi. In 2 days düşmüşdü. Yəni in 2 days də çox şagird də səhv eləmişdi. 2 günə mənasında gələcək zaman məzmununda işlənir. Buna da xüsusi diqqət edirik. Sonra bəzən elə ola bilir ki, misal üçün, mixed testdə birinci, misal üçün, burada deyir ki, these people a week ago, but, misal üçün, yet var. Burada tərcümə eləyəcəksən. Deyirsən ki, bu insanlar deyir ki, bir həftə əvvəl çatıb. Ago, harada gördün? Yesterday, sadə istədi, harada gördün? Keçmiş zamandır. Amma yet sözünü gördün, avtomatik bilirsən cümlən inkardır. Yet olan cümlədə baxırsan, yet olan cümləni ümumiyyətlə əzbər bilməlisən ki, cümlən bitmiş zamandır və inkardadır. Всё. Buna fikir verdik. At all sözü də həmçinin o deməkdir ki, cümlən inkardadır. Buna xüsusi diqqət edirik. Və yet tərcüməyə əsasən daha çox indiki bitmişdə işlənir. Bunu yaddan çıxartmayın. Yəni bu cümlədə dedim ha. These people arrived a week ago. Çünki ago keçmiş zaman tələb edir, past simple. But I haven't seen them yet. Mən hələ də onları görməmişəm. Yəni indi də görməmişəm. O səbəbdən uzlaşma pozulsa da zaman zərfləri bizdə dominantdır. Zaman zərflərinə əsasən biz və tərcüməyə əsasən zaman uzlaşmasını burada pozacağıq. Yəni burada sizdə düşə bilər. Since-dən çox da imtahana düşən görməmişəm, amma since düşə bilər. Növbəti isə passive voice-da inanmıram cümlə düşər, siz onu dəyişəsiz. Passive voice-da siz birinci nəyə fikir verirsiniz? Misal üçün düşə bilər ya passive voice-da işlənə bilən cümlələr, can be change, cannot change, yəni çevrilə bilən, çevrilə bilməyən cümlələr. Bu haqda da izah paylaşmışam. Bütün mövzular haqda onsuz izah YouTube-da var məndə. Yəni siz onda nə edəcəksiniz? Misal üçün there is zero olan cümlə heç vaxt passive voice olmaz. Sonra nə idi? Sual cümləsinin sonunda sifət, müstəqil yerlik əvəzli olsa olmaz. Cümləmdə tamamlıq yoxdursa passive voice olmaz və əsas məsələ belə deyim, təsirsiz feillər olmaz. Təsirsiz feillərin siyahısını yazmışam. Passive voice-in izahında ona da fikir verirsiniz. Misal üçün hansılar idi? Happen sözü var, occur sözü var. Çoxdur sözlərimiz. Seem var, appear, disappear, rise, sonra nəyimiz var? Lie sözü var. Sonra təbiət hadisələrindən snow, drizzle, var malik olmaq mənasında, to be, to become və s. ilə axır çoxdur. Onları əzbərləyərsiniz. Sonra işarə əvəzliklərində çaşdıra bilər. İşarə əvəzliklərindən sonra birbaşa xəbər gəlsə və yaxud da day artiklı gəlsə, passive voice-a keçmir. Və özünün yanında isim birbaşa işlənsə, ondan sonra xəbər, sonra əsas verb və participle işlənsə ola bilər. Buna da diqqət etməlisiniz. Sonra passive voice-da nələr düşəcək onları da dedim.
Modal feillərdən bir də gördünüz təzə keçdiyimiz mövzular olsun. Yəni should have, would have bunlar. Hansı ki onlar keçmiş zamanda olan peşmançılıqla bağlıdır. Ona da bir nəzərdən keçirdərsiniz. Mübtəda xəbər uzlaşmasında çətin bir şey düşməyəcək deyə düşünürəm. Çünki onsuz bilirik ki, söz öndən əvvələ baxacaqsan. Söz öndən əvvəlin təkcisi xəbər tək, cəmcisi xəbər cəm olacaq. Bunda xüsusi bir şey yoxdur. Sonra preposition mövzusu təbii ki düşəcək, amma nəsə inanmıram çətinlik düşsün. Yəni onun üçün də təkrar məqsədi ilə axırlardan biraz işləyə bilərsiniz. Yəni çətin bir şey olmayacaq. Xüsusilə diqqət edirsiniz. Visitdir, answerdir, sonra wish sözüdür, 5-6 dənə belə söz var, help sözüdür, bunların reply sözüdür. Bunlar feil kimi özündən sonra to tələb eləmir, amma isim kimi işlənsə to işlənir. Bunu da biz nə etməliyik? Tərcümə vasitəsilə analiz eləməliyik. Yəni bu mövzu düşə bilər. Bu hissədən düşə bilər. Sual cümləsindən dəqiq düşəcək interrogative sentensdən, amma necə düşər? Ya interrogative verse-dən düşəcək ki, duelin o düşsün, tərcümə ilə rahat tapmaq olur. Və biz orada nəyə əzbərləyəcəyik? Misal üçün, təyin edici ola bilən sözlər, yəni özündən sonra isim gələn sual sözlərini təkrarlaya bilərsiniz. Bir də sual cümləsinin strukturunu onsuz bilirik. Bu haqda ya da düzgün sual cümləsi strukturunu əzbərləyəcəksiniz və əzbərə ehtiyac yoxdur, strukturları əzbərləməlisiniz. Hamısında eyni strukturdur. Sual sözü köməkçi feilin, mübtədan xəbərin. Amma bizim sual əvəzliyimiz mübtədanı əvəz edirsə, sual sözümüz, əsas feilimiz, sonra tamamlığımız digər cümlə üzvləri gələcək. Və xəbərimiz mütləq şəkildə 3-cü şəxsin təkində olmalıdır, mübtədanı əvəz edərsə. Bu hansı feillər ola bilər? Who ola bilər, what ola bilər, which ola bilər. Növbəti hissə nə olacaq? Misal üçün, to-lu feillər düşə bilər. Misal üçün, regret düşmüşdü model testdə. Regret feilindən sonra hansı halda to gəlir, hansı halda ing gəlir. Əgər pis xəbər verirsənsə, indiki zamanla bağlıdır və biz bunu to ilə deyirik. Amma keçmiş zamanda olan bir pis, belə pis deməyim də, yəni peşman olduğun bir hadisədən danışırsansa, ing işlədəcəksən. Misal üçün, hansı feillərdən sonra to gəlir, hansı feillərdən sonra ing, bunları əzbərləmək mütləqdir. Yəni, bu haqda da inşallah çatdırsam, bunu da paylaşacağım. Belə, ondan sonra nə düşə bilər? Complete the sentence-dən inanmıram, çox da çətin hissə düşsün. Yəni, özündən sonra dət gəlməyən sözləri əzbərləyirik, feilləri əzbərləyirik. Hansı ki, mən buna elə dərsdə izah eləmişəm. YouTube-dan mütləq şəkildə izahına və testdə olan praktikasına baxa bilərsiniz. Amma relative clause-dan inanmıram düşsün. Əsas düşür askdır. Askdan sonra dət gəlmir. Wonder sözündən sonra dət gəlmir. Tell-dən sonra dət gəlmir, amma tamamlıq gəlsə dət gələr. Yəni, bunlara mütləq şəkildə diqqət edirsiniz. Yəni, bu hissələri təkrarlayırsınız. Ürəyimə daman hissələri dediyim uşaqlar, məncə bir dənə have-dən vuracaq. Have-li, həzli bir şeylər düşəcək. Yəni, dediyim kimi, got gələrsə, participle to gələrsə, özünü axtar. Gəlmərsə, yox. Sual cümlələrində nə düşə bilər? Misal üçün, who və yaxud da who by düşə bilər. Who mübtədanı əvəz edərsə, birbaşa özündən sonra əsas feil gəlir. Cümlənin sonunda söz önü varsa, tamamlığa sualdır. Onda who-dan sonra do, does, did, yəni köməkçi feil, sonra mübtəda, sonra xəbərim gəlir. Buna xüsusi şəkildə diqqət edirik. Belə uşaqlar, inşallah hər birimiz üçün buraxılış imtahanı rahat olar, əziyyətimiz yerdə qalmayacaq, yaxşı düşünək, yaxşı olsun. Mən nəsə özümü çox rahat hiss edirəm, amma bilirəm ki, 1-2 dənə çətin sual olacaq. Çünki keçən il həqiqətən ağ elədilər, özüm də dedim onu ki, gözləyirdim ki, bu ildə çətin ola bilər. Yəni, çətinlik necə? Gözünüzü qorxutmayın ki, necə yaza bilməyəcəyiniz, keçmədiyiniz bir şey onsuz ki, yoxdur. Yəni, mən öz adıma həm YouTube-da olan şagirdlərimə deyirəm, yəni izah etmədiyim bir şey yoxdur. Həmçinin də öz şagirdlərim də bilir, hər tərəfli, hər cürə test işləmişik. İnşallah ki də çətinlik çəkəcəyiniz hissələr olmaz. Plusda dinləmədən, tutaq ki, bir sözü başa düşmədiniz və yaxud da yadınızdan çıxdı, o mənaya takılmayın. Yəni, kontekstdən tutmağa çalışın. Həmçinin mətndə bu ola bilər. Yəni, mətnin abzaslarına bağlı sualları tapmamaq həqiqətən günahdır. Yəni, mətnin cavabı mətnin içindədir. Xahiş edirəm, yəni onu səhvsiz yazmağı bacarın. Həmçinin esse mövzusu da inanmıram çətin bir mövzu düşər, rahat bir mövzu olacaq. Əsas məncə qrammatikada nəsə diqqətli olmalısınız. Ona görə biraz vaxtımız varsa, hardan ürəyinizə damıbsa ki, bu hissədə boşluğum var, biraz onu təkrarlayın. Oturub da bütün başdan ayağa bütün mövzuları təkrarlamağın artıq yeri yoxdur. Özünüzü yükləmirsiniz. İnşallah yaxşı da olacaq, inanıram. Heç stresslənməyin. Yəni stresin sizə heç bir xeyri yoxdur. Stresli olmağın sizə yalnızca mənfi təsirləri olacaq. Ürəyiniz bulanacaq, iştahınız kəsiləcək. Lazım deyil.
ona düşünəcəyiniz yerə, yəni həyəcanlanan müddətdə ya özünüz üçün ya mahnı qoyun, ya necə hobbilərinizlə məşğul olun, amma stresslənməyin. Çünki imtahan stresi həqiqətən ən çox mən özümə də aiddir. Yəni ən çox insanı həyəcanlandıran bir şey desəm, yəni bu yaşlarda imtahan stresi deyərdim. Amma yaşatdıqca o qədər görəcəksiniz ki, yəni o imtahanlar heç nədir də yaşadıqlarınızın içində, yəni ən rahat şeydir. İnşallah Allah sizə heç bir imtahanla sınamasın, amma bu imtahan həqiqətən də demirəm boş şeydir, bizim üçün həlledici rol oynayır. Amma ki, düşünürəm ki, bu qədər yəni gözünüzdə böyütməyə ehtiyac yoxdur. Hələ ki, buraxılış imtahanıdır, növbəti hələ blok imtahanı var. Yəni, buraxılışda elədiyiniz səhvləri blokda eləməyin. İnşallah ki, nə yazdıqsa da imtahanda odur. Yəni, gedib sonra imtahandan sonra pis olun, məyus olun, elə şey yoxdur. Sonra fokuslanacaqsınız bloka inşallah. Belə, inşallah imtahandan sonra da təəssüratlarımı da bölüşəcəm. Görək baxaq imtahan necə düşür və izahı da həmçinin paylaşılacaq. Mütləq şəkildə nədən boşluğunuz varsa YouTube səhifəmə daxil olub araşdıra bilərsiniz, tapa bilərsiniz, baxa bilərsiniz. Lap tapa bilmədiniz, nömrəmə yazın, mən sizə atacağam. İnşallah ki, sizdən müsbət feedbacklər gözləyirəm və bu dediyim mövzular keçən ildə demişdim və 13 dənə sual dediyim hissədən düşmüşdü. İnşallah görək baxaq bu il neçə dənəsə düşəcək. Amma yenə də ancaq dediyini təkrarlamaq yox, ürəyinizə daman hissələri də mütləq şəkildə təkrarlamağınızda fayda var. İnşallah ki, hər şey çox yaxşı olacaq. Ürəyinizi darıxdırmayın. Yəni, imtahan hər şey deyil. Həmişə şagirdlərimə demişəm, canınızın sağlığından əsas bu dünyada heç nə yoxdur. Əsas ona fokuslanın. Belə, inanıram ki, də yaxşı olacaq. Allahın izni ilə də gözəl feedbacklərinizi kommentlərdə görmək ümidi ilə hələlik sağ olun.